Hamıya salam dostlar. Bu videomuzda 7-ci siniflərə aid bir sınavın izahına baxacağıq. Xatırladım ki, bilməyənlər üçün deyim ki, belə bir sınaq bu formada bir sınaq, Google Form formasında sınaq. Mən dəfələrlə paylaşmışam. Bilməyənləri xatırladım ki, YouTube kanalında post ictimai yerində link paylaşılır. Adətən 6-7 digər siniflərdə əhatə edən bir sınaqlar ola bilər. Siz izləmədə qalın. YouTube kanalında post yerində paylaşılır və Facebookda da linklər paylaşılır, qrupda falan. Və o linkdən istifadə edib bunları işləyə bilərsiniz. Və bilməyənlərə də xatırladım ki, sınağı necə işləmək olar. Məsələn, burada belə bir məsəl üçün deyirəm. Birinci sualda belə bir sual təqdim olunubsa, burada bizə deyir ki, cavabı qeyd elə. Siz bura uşaqlar, bəzi suallarda gördüm, həll yazmayın. Məsələn, yazmayın ki, 2x bərabərdir. Tutaq ki, 10x bərabərdir 5. Bunu sistem götürməyəcək. Bu cavabı sistem qəbul eləməyəcək. Buraya yalnız və yalnız cavab yazın. Məsələn, cavab almış 2, yazın bura 2. Məsələn, faizdə problem olur. Məsələn, cavab almışsan 20%, bura götürüb 20 faiz işarəsini yazma. Mən biraz düzəldiş eləmişəm, bunu da düzgün götürəcək, amma siz qeyd edin bura ancaq cavabı, yəni ancaq 20 yazın. Yəni yaxşı olar ki, ancaq cavabı yazasınız. Və deyəcəksiniz ki, bəs bura kəsiri necə yazım mən? Məsələn, cavabı almışam 2-də 1. 2-də 1-i necə yazım? 1 telefonda işarə olmalıdır. Səhv eləmirəmsə kompüterdə də olmalıdır. Belə bir işarə olmalıdır. Xətt 2. Yəni bəzi adamlar belə yazdı. 2 xətt 1, 2-də 1 oxunur deyə belə yazır. Bunu götürməyəcək sistem, qəbul olmayacaq. 1 belə bir xətt işarəsi qoyursunuz. Orada göstərir, telefonda məsələn göstərir. 2, 2-də 1. Vəssalam. Məsələn 2-də 1 kəsirini 0.5 yazmısınız. Bu da düzgün qəbul olunmalıdır. Mən onu sistemdə özüm düzəldərəm. Məsələn 2-də 1 almısınız, cavabı 10-luq kəsirinə yazırsınız. 0,5 yazırsınız. 0,5 vəssalam. Yox, əgər bir sualın 2 cavabı varsa, məsələn bir sualın cavabı 3 və -3 ödəyirsə, belə yazırsınız. 3 və qoyursunuz, -3. Və yaxud da bunu sistemlə mən düzəliş eləyib belə deyə bilərəm. 3 vergül -3 və yaxud da 3 nöqtə vergül -3 və yaxud da bunların yer dəyişməsi -3 və 3, -3 vergül 3, -3 nöqtə vergül 3. Bu formada yazsa sistem götürəcək. Mən onu düzəliş eləyəcəm. Ya siz ancaq və ancaq cavabı yazın. Bu hissəyə ancaq və ancaq cavabı yazın. Biraz çox danışdıq. Keçək sualların izahına. Sualların izahında da uşaqlar diqqətli olun. Mən burada hansı belə deyək, incəlikləri deyirəm, hansı qaydanı deyirəm və hansı düsturları deyirəm, onları qeyd eləyin. Onları qeyd eləyin və bir xahişim də olacaq, keçəcəm sualların izahına. YouTube kanalına abunə olun, kim abunə deyilsə və rəy bildirin və mümkünsə videonu bəyənin. Rəy bildirmək daha önəmlidir, çünki baxım görüm sizin fikriniz nədir bu sınaq haqqında və yaxud da sizin izahlarınız da varsa daha yaxşı. İzahı başa düşdünüzsə qeyd edin, başa düşdüm. İzahı başa düşmədinizsə hansı bir yerini deyin. Mən rəy bölməsində rəy bildirə biləcəm sizə. Baxaq sualların izahına. Birinci sual bizdə modul bərabərliyə aid bir sualdır. Bizə deyir ki, modulda bir x-2 var, modul ifadə, -1 ədədindən böyükdür. Biz də fikirləşirik ki, riyazi tərəfi qalsın qıraqda. Məntiq olaraq fikirləşirik ki, modul mənfidən böyükdürmü hər zaman? Bəli. Modulun içi nə olur olsun, bu həmişə müsbət olacaq. Bu da mənfidən hər bir halda böyük olacaq. Yəni x-in hər bir halında bu bərabərlik ödənir. Yəni x mənfi sonsuzluq, müsbət sonsuzluq qiymətlərini alır. Ona görə bizə deyir ki, ən böyük mənfi tam ədəd tap, tam qiyməti tap. Mənfi tam qiymət elə mənfilərin ən böyüyü olacaq da, -1 olacaq. Yəni cavabımız birinci sualda -1. Ən böyük mənfi tam ədəd elə bu bərabərliyi ödəyən ən böyük mənfi tam qiymət olacaq. Cavab -1. Yəni bu qədər bəsit bir sual idi. Əslində bu sualı səhv yazanlar var idi, təəssüf ki. Belə bir diaqram sualıdır. Bizə deyir ki, diaqramda bir məhsulun 5 günlük satış qiyməti göstərilir. 5 günlük satış göstərilir. Burada yazılıb ki, bazar ertəsində məsələn 450, çərşənbə axşamında 600,
çərşənbə günündə 300, cümə axşamında 750, cümə günündə də 150. Bax bu qrafikdə bunları görmək lazımdır. Elə adam var ki, məsələn, çərşənbə axşamını götürür səhv yazır. Səhv görür daha doğrusu. Yazır məsələn 650 falan. Burada heç 650 yoxdur. Məsələn deyək ki, hansını çaşıra bilər? Məsələn deyək ki, çərşənbə axşamını götürür 450. Çaşır da görmədə biraz çətinlik yaradır. Və mən elə şagirdlər görmüşəm deyə bunu da deyim sizə. Bunları oxumaq vacibdir. Bizə deyir ki, 4-cü gün satılan məhsul. 4-cü günə tapıram, yəni cümə axşamı tapıram. Nə qədərdir? 750. Bunu qeyd edirəm. Sonra deyir ki, ikinci gün satılan məhsuldan. İkinci günü tapıram çərşənbə axşamı. O nə qədərdir? 600. Deməli 600, 750. Bunlardan istifadə edəcəm. Qalan rəqəmlər mənə lazım deyil. Bax, qalan bura bizə lazım deyil. Deyir ki, neçə faiz çoxdur? Yəni 750 600-dən neçə faiz çoxdur? Uşaqlar, yadda saxlayın ki, ikincidən damdən şəkilçisi belə deyək də, əzbərə qaydası damdən şəkilçisi. Hansı məhsuldan deyirsə 600-dən. O məxrəcə yazılır. Yazılır 600. Kəsir xəttdir. Sürətdə isə, sürətdə artıq 750 yazmayın ha uşaqlar. Sürətdə bunların arasındakı fərqi yazın. 750-dən 650-yə nə qədər fərq var? 750-dən 600-ü çıxanda 150 edir. 150-ni yazın yuxarı. Yəni sürətdə bunların fərqini yazın. 750-dən 600-ü çıxın. Vurun nəyə? Təbii ki 100-ə. Axı faiz tapırıq. Vururuq 100-ə. Burada 100 ilə 600 ixtisar gedir. 100 ilə 600 ixtisar gedir. 6 qalır. 150-ni də 6-ya böləndə səhv eləmirəmsə 25 olur. Bəli, 25. Yəni cavab nə olur? 25%. Cavab yerində yazırsınız 25. Növbəti belə bir diaqram sualdır. Bizdə baxın, burada qeyd edilib ki, həmin bu qırmızı deyək də, bu qırmızı rəngdə Eldardır, sarı rəngdə Teymurdur. Yəni sən götürüb Eldarı, məsələn bu bazar ertəsi var ha, bazar ertəsi sarıda qeyd olunub bu 140. Eldara sən 140 deyənməzsən, çünki o sarı da bu Teymura aiddir. Məsələn diaqramı oxumaq lazımdır. Teymurun son 3 gündə oxuduğu səhifədən say. Teymuranı sarı. Son 3 gün nə deməkdir? Yəni bazar ertəsini sayma da. Çərşənbə axşamı, çərşənbə, cümə axşamı. Bax, son 3 gün var burada. Həftənin son 3 günü. Bəli. Həftənin deyəndə burada diaqrama görə. Bunları hesablayacağam. Son 3 günü. Yəni birinci lazım deyil bizə. Sonra burada Tahir nədir? Sarı. Sarıdırsa, onda sarıda nə var burada? 125 var. Fikir verin, Tahiri baxıram. Sonra çərşənbə günündə burada 145 var. Və cümə axşamı günündə burada 130 var. Bunlarda 145 ilə 125 170. O da 130. Düzdür değil mi? Dəqiqə. 270. 270 o da 130. 440. Yəni Tahir, Teymur 440 oradan gəldi. Bir dəqiqə uşaqlar. 400 270 400. Teymur oldu 400. Bunları topladım. 145, 130, 125. Bunları topladan 400. Teymuru tapdıq. İndi keçirik nəyə? O bir cümləyə. Eldarın ilk 3 gündə. Yəni artıq sonuncunu dəymə. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə gününə bax. Eldar da bizdə qırmızıdır. Baxın, burada qeyd olunub ki, Eldar qırmızı ilandır. Demək ki, qırmızıya baxıram. Qırmızı bazar ertəsi günündə 150-dir. Çərşənbə axşamı günündə 135-dir. Və çərşənbə günündə də 155-dir. Bunları toplasaq Eldarı tapacağıq. Deməli 155 o da 135. 290 o da demək o da 150. 440. 440. Demək ki Eldar 440, Teymur isə 400 səhifə oxuyub. Bizə deyir ki Teymur Eldardan nə qədər az olduğunu tapın, nə qədər sayından az olduğunu tapın. Heç nə 440-dan 400-ü çıxacaqsınız, yazacaqsınız 40. Yəni bu sualın cavabı olacaq 40. Növbəti sual belə nisbi tezliyə aid bir sualdır. Nisbi tezliyi uşaqlar elə ehtimal tapmaq deməkdir. Ehtimal. Yəni ehtimalı hesablamaq lazımdır. Burada görürük ki 10 üzəri 18 dəfə atılırsa, ehtimal tapanda nə edirlər? Məxrəcə ümumi hallar yazırlar. Ümumi hallar 18 dəfə atılıb. Sürətə isə bizə lazım olan halı atacağım. O da bizə deyir ki 4 xalının düşməsi hadisəsinin ehtimalı, nisbi tezliyi. 4 xalı hardadır? 4 xalı görürəm ki, bax xal hissəsində baxıram ha. Xal hissəsinin 4 hardadır? Buradadır. 4 xalı neçə dəfə düşüb? 3 dəfə düşüb. 18 atışdan 3 dəfə düşüb. Yəni 18-də 3 ehtimal. 4 xalı 3 dəfə düşdüyü üçün. 3 ilə də 18-i ixtisara aparıram.
Burada qalınır 6-da 1. Uşaqlar, düzgün cavab 6-da 1. Bu cavab yerinə hər ehtimala qarşı 18-də 3 yazanda düzdür. Amma yaxşı olar ki, bir sualı axıra kimi həll eləyin, ixtisar eləyin. Olacaq 6-da 1 cavabı. Növbəti sual belə bir Fahrenheit Celsius ilə bağlı bir sualdır. Düsturu yazaq. Düsturumuz deməli necədir? Düsturumuz deməli Fahrenheit bərabərdir. Aşağıdan yazaq. Fahrenheit bərabərdir 5-də 9 Celsius üstə gəlsin 32 dərəcə. 32 dərəcə. Biz də bilirik ki, 86 Fahrenheit verib bizə. Bunu necə hesablayaq? 86-nı qoyaq yerinə. 86 dərəcə bərabərdir 5-də 9 Celsius üstə gəl 32 dərəcə. Üstə gəl 32 dərəcə. 86-dan 32 çıxıram. Çünki bərabərliyin bu tərəfindədir. Onda nə alıram buradan? 5-də 9 Celsius bərabərdir. 86-dan 32 çıxanda neçə eləyir? 54 mi? 54. Uşaqlar. Celsius'ni tapanda da 54'ü bölməliyəm, amma vururam nəyə? 5-də 9-un tərsinəsinə. 9-da 5-ə. 9-a ixtisar gedir 54. Burada 6 qalır. 6-nı da 5-ə vuranda cavab 30. Yəni Celsius sualının cavabı 30. Cavab yerinə 30 yazmalıydınız. Növbəti sual belə bir ehtimal məsələsidir yenə. Buranı silək. Zəri bir dəfə atdıqda düşən xalın 1, 2, 3 və ya 6, 4 olması hadisəsi. Uşaqlar, burada və ya varsa bu hallar toplanır. Bir xala düşməsi ehtimalı 6-da 1-dir. 2 xalının düşməsi ehtimalı 6-dan 1-ində düşə bilər. 3 xalının düşməsi ehtimalı 6-dan 1-ində 3 düşə bilər. 4 xalının düşməsi də eyni zamanda 6-dan 1 düşə bilər. Bunları toplayanda 6-da 4 cavabını alırsınız. Yaxşı olar ki, 6-da 4-ü ixtisar eləyin 2-yə. Bu da olacaq cavabımız 3-də 2. Uşaqlar, bir şagirdimdə problem olmuşdu. 3-də 2 cavabını yazmasına baxmayaraq bu formada yazıb. Baxın, belə 2 xətt çəkib telefonda 3 yazıb. Mən də o cavabı onsuz da qeyd eləmişəm, amma sistem onu səhv qəbul edib. Bəzən sistemdə texniki səbəblər olduğu üçün 3-də 2 səhv götürür. Amma bunu özünüzə müsbət qiymət, belə deyək də, 1 bal artırın özünüzə. Mən sizə bunu 1 bal artıq götürəcəm onsuz da. Yəni mənim sınağı mən keçirirəm deyə, məsələn, sənin 14 düzün varsa, bu sualda səhv olubsa, sistemdə səhv olubsa, sənə 15 düz qəbul edəcəm artıq. Yəni sınağı mən keçirirəm deyə dəyişiklik də eləmə olmur. Sistem elədir ki, dəyişiklik də eləmə olmur. Çünki cavab 3-də 2 yazmısan, orada da 3-də 2-dir. Bu necə olur? Yəni sistemdə biraz texniki səbəb olur. Bunları aradan qaldırmaq üçün balığın üzərinə bir əlavə elə. Növbəti sual belə bir əkab-əbab sualıdır. Bu uşaqlara biraz çətin gəldi. Deməli, biz bilirik ki, burada 2A bərabərdir 3B varsa, mən A-nın yerinə 3x yaza bilərəm, deyəcəm niyə? B-nin yerinə isə 2x yaza bilərəm. Əzbərə yadda saxlayın ki, A-nın yerinə bu 3 gəlir, amma x ilə gəlir də, çünki A-nı bilmirik biz. B-nin yerinə isə buradakı 2 gəlir, yazırsan 2x. İndi isə deyim niyə elə olur? Çünki baxın, 2-ni 3x-ə vuranda 6x eləyir. 3-ü də 2x-ə vuranda 6x eləyir. Yəni bərabərliyi pozulmur. Bərabərliyi qalır yerində. Vəssalam. Yəni mən burada istəyirəm ki, AB-dən canım qurtarsın, bir dənə məhsul olsun, x olsun. Aparıb sonra burada bir düsturumuz var bizim. Baxın, əkab AB-ni əbob AB-yə vuranda, yəni eyni ədədlərin əkoblarını, əboblarını bir-birinə vuranda, onların hasılı olur. Yəni A vur B olur. A vur B əslində 150 verib. Amma məndə də A-nın qiyməti var 3x, B-nin qiyməti var 2x. Yəni mən burada nə edəcəm? 3x-i vuracam 2x-a, bərabər eləyəcəm. Yəni A-nı B-yə vuranda 150-yə. Buradan x-ları bir yığıram. X vurulsun, x saxlayıram. 150-ni isə 3 vur 2 neçə eləyir? 6-ya bölürəm. Eləyir 25. İndi baxın, fikirləşin, o hansı ədəddir ki, təbii ki, burada müsbət ədəd olacaq. Əkab-əbabda adətən A ilə B natural ədəd olur. Burada x nə olacaq? Deməli 5 olacaq. Eyni ədədi vuranda bir-birinə 25 olayan nə var? X 5-dir. İndi bizdən x soruşmur. Bizdən deyir ki, A-nı tap. A da bizdə nə idi? 3x idi. Yəni 3-ü vuracaqsan 5-ə. Cavabın olacaq 15. Cavab yerində 15 qeyd eləyəcəksən. Bu sualın cavabı olacaq 15. Növbəti belə bir sual. Bu əslində sadə bir sualdır. Qaydasını bilsək. Deyir, Elvinin 4 şalvarı var, 5 köynəyi var.
O bu paltarları neçə üsulla geyinə bilər? Uşaqlar, belə olan təqdirdə yadda saxlayın ki, 4 şalvarı 5 köynəyə vuracaqsınız sadəcə. 4-ü vuracaqsınız 5-ə, olacaq cavabımız 20. Gəlin bir dənə yoxlayaq, görək niyə belə olur. Baxın, mən şalvarları qeyd edeyim. Tutaq ki, 4 dənə şalvarım var. 4 dənə şalvarım var. Və 5 dənə köynəyim var. 5 dənə köynək. Birinci şalvarla mənim seçimim nə qədərdir? 5 dənə köynəkdir. Yəni mən istədiyim birinci şalvarla, seçdiyim şalvarla 5 dənə köynək geyinə bilərəm. Yazdım 5. Yazdım 5. İndi isə ikinci şalvarla nə geyinə bilərəm? Təbii ki, yenə 5 dənə köynək geyinə bilərəm də. Yəni baş şalvarı dəyişirəm də, köynəyin də dəyişmir. Yenə 5 dənə, digərində digər şalvarla 5 dənə köynək geyə bilərəm. Digər şalvarla 5 dənə köynək geyinə bilərəm. Artıq şalvarlar bitdi. Nə qədər 5 var? Bunları hamısını bir-birinə vuracağıq. Daha doğrusu bunları hamısını toplayacağıq. Çünki bunlar ya bu şalvarla, ya bu şal, ya işlədirəm. Bax, burada artıq toplama olacaq, vurma yox. 4 dənə də 5-i toplayanda elə bizə cavabı verəcək 20. Bax, bu da bunun əyani göstərişi. Yəni burada yadda saxlayın ki, şalvar sayını köynək sayına vurursan, başa düşmək üçün isə bir dənə şalvara 5 köynək düşür, bir dənə şalvara 5 köynək düşür. Ya bu şalvarı geyinəcəksən, ya bu şalvarı geyinəcəksən. Ya olduğu üçün toplamadan istifadə edəcəksən. 4 dənə 5-i toplayanda da 20 cavabını təbii ki alacaqsın. Növbəti sual maraqlı belə bir ehtimal sualıdır. 2 rəqəmli natural ədədlərdən seçilmiş bir ədədin. Uşaqlar, siz bilməlisiniz ki, 2 rəqəmli natural ədədin sayı nə qədərdir? Bu 10-dan başlayır, ta ki 99-a qədər gedir. Burada 90 dənə ədəd var. 90 dənə ədəd var. Yəni ehtimal tapanda məxrəcə ümumi halların sayı 90-ı yazırsınız. Bu hazır. 12-yə qalıqsız bölünməsi üçün 12-yə tam bölünən ədədləri tapmalısan. 2 rəqəmli olmalıdır. 2 rəqəmli olması üçün bu 12-dir. Hansı ədədlər var? 24'dür. 12 artırında 36'dır. Sonra 48'dir. 48'dir. 60'dır. 12 yendi 72'dir. 84'dür. 12 yendi de 96'dır. Ve bitti 2 rəqəmli ədədlər. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 90'da 8. Ehtimalımız 90'da 8'dir və ixtisara gedir axı bu. 2'yə ixtisar aparıram. Yuxarıda 4. 90'da 2'yə bölündə 45. Yəni sualımızın düzgün cavabı 45'də 4 olmuş olacaq. Növbəti sual məsafə ilə bağlı bir sualdır. Uşaqlar burada da çaşır. Deməli, ədəd oxunda A 3 qiymətini alır, B isə X qiymətini alır. Bilmirəm nədir X. Arasındakı məsafə isə 2-yə bərabərdir. Uşaqlar, məsafəni tapmaq üçün bu 2 dənə nöqtəni bir-birindən çıxmaq lazımdır. Böyükdən kiçiyi çıxmaq lazımdır. Böyükdən kiçiyi çıxanda məsafə 2-yə bərabərdirsə, axı mən bilmirəm X böyüdür yoxsa 3. Deməli, burada 2 dənə hal var. Əgər 3 böyükdürsə, 3-dən mən digər nöqtəni X-i çıxanda məsafə 2 eləyib. Onda bunu hesablayanda X buradan nə olur? Təbii ki, görünür 1 olur. 3-dən 1 çıxanda 2 eləyir. Digər tərəfdən isə bəlkə X böyüdür 3-dən. Ona görə X-dan 3 çıxanda məsafə yenə 2 olur. Buradan da X alırsan, X bərabər təbii ki 5-ə. 5-dən 3 çıxanda 2 eləyir. Deməli, X-in bir qiyməti 1, bir qiyməti 5-dir. Və X-in mümkün qiymətlərinin cəmini soruşduğu üçün 1 üstəgəlsin 5. Cavabı sənə verəcək neçə? 6. Sualın düzgün cavabı olacaq 6. Gəldiyi bu sxem sualına X tapın hesablamadır. Bu hesablamalarda çox vaxt uşaqlar mənfi müsbət söhbətində çaşır. Yəni X məsələn deyək ki, müsbət qiymət almalıdır, amma götürür mənfi yazır. Məsələn. İndi baxaq, bir hesablayırıq. Burada deyək ki, mənfi 86, üstəgəl işarəsi var. Mənfi 24. Mənfi 86, mənfi 24'ü toplayanda cavabımız mənfi eləyəcək. 2 mənfini toplayanda mənfi eləyir. Mənfi 86 ilə 26'nı toplayırsan. Eləyir 10, 110. Mənfi 110. Sonra mənfi 5'i müsbət 4'ə vuranda bu tərəfdə, sağ tərəfdə mənfi 20 eləyəcək. Mənfi 5'i müsbət 4'ə vuran mənfi 20 eləyəcək. Mənfi 20. Burada isə mənfi 110 çıx mənfi 20 olacaq. Baxın. Bura bir dənə baxın. Burada çıxma, burada isə mənfi 20 var. Olacaq üstəgəl. Demək, nə yazacağıq? Mənfi 110, mənfi 110. Bu çıx mənfi ilə olacaq nə? Üstəgəl 20. Yəni mənfi 110 üstəgəl 20 olacaq. Bax, bu xanaya, növbəti xanaya yazdığım ədəd. Mənfi 110 üstəgəl 20 oldu, nə olur? 110'dan 20 çıxırsan, mənfi işarəsini yazırsan. 110'dan 20 çıxanda 90, amma mənfi 90. Bu xanaya olacaq mənfi 90. Mənfi 90'ı da
mənfi 9-a böləndə müsbət 10 cavabını almış olacaqsan. Yəni mənfiləri mənfiyə böləndə müsbət alınacaq, 90-a 9-a böləndə də 10 alacaq. Cavabımız müsbət 10. Müsbət 10. Növbəti onluq kəsrlərin hesablamasına aid bir sualdır. Deməli burada nə edirsiniz uşaqlar? Məsələn deyirəm, yuxarıda 0.2 varsa, aşağıda isə 0,05 varsa, yuxarını 2 vergül sağa atıram. Çünki aşağıda da 2 vergül sağa atacağım. Bunları adi ədədə çevirirəm. Yəni 20 eləyirəm. Onluq kəsrdən adi ədədə keçirəm. Bunu isə 5 eləyirəm. 20 böl 5 kimi yazıram. İndi bizim sualda da mən yuxarıda 2 vergül atmalıyam. Çünki aşağıda 2 vergül var axı. 2 vergüldən sonra 2 ədəd var. 2 vergül atanda o artıq olacaq 30. Aşağıda isə 2 vergül atandan sonra olacaq 5. Yəni əslində 0.3-ün 0,5-ə bölünməsi 30-un 5-ə bölünməsi ilə eynidir. Sonra ortada üstəgəl var, üstəgəl qoyuram. Yenə baxın 38-dən 38 nə edəcəm? 3 vergül atacağam. Çünki məxrəcdə 0,19 var, 3 dənə ədəd var. 3 dənə vergül atanda olacaq 380. 380 bölünsün təbii ki 19 olmuş olacaq. 19. Sonra burada üstəgəl var, yenə üstəgəl. Burada da 1 vergül atanda olacaq 10. Aşağıda isə 1. Bunu hesablayaq, sonra çıxmanı hesablayaq. Bu neçə eləyir? 35-ə böləndə 6 üzərinə gəlinsin. 380-i 19-a böləndə 20 üzərinə gəlinsin. 10 da 1-ə böləndə 10. Bunun cavab eləyəcək 36. Yəni baxın buradan buraya hesablayanda olacaq 36. Sonra 0.2, 0,2, 0,6. Bu olacaq nə? 12 bölünsün 6. 12-ni 6-ya böləndə neçə eləyir? 2. Yəni buna cavab olacaq, bax buranda cavab olacaq 2. Ortada nə var? Çıxma var. Çıx. 36-dan da 2 çıxanda, buranı silim, saçmayaq. 36-dan 2 çıxanda neçə 34. Yəni bu sualın cavabı olacaq 34. Növbəti sual, maraqlı bir sual. Deyir ki, A-nı 0,2 dövrdə 6-ya vuranda natural ədəd olur. Natural ədəd. Kəsrli bir şey olmamalıdır. Natural ədəd olmalıdır. A-nın ən kiçik natural qiyməti hansıdır? İndi baxaq, birinci bunu çevirək. Baxın, A qalsın yerində. A vurulsun. Bunun çevirməsi necə olur? Dövr qədər 9 yazırıq. Sıfırla, tamla dövr arasında qədər, mötərizə arasında qədər, vergüllə mötərizə arasında qədər, ədəd qədər 0 yazırıq. 90. Və yuxarıda isə sürətdə. Bunu oxuyuruq. Necə? Baxın, vergüldən sonra ədəd nədir? 26 kimi oxuyuruq. 26 çıxılsın. Vergüllə mötərizə arasındakı ədəd. Vergüllə mötərizə arasındakı ədəd nədir? 2. 26 çıx 2. Bərabərdir. A vurulsun 90-da neçə? 24. Və bunu da ixtisar aparırıq. Neçəyə ixtisar aparaq? 2-yə ixtisar aparaq. Düzdürmü? Yoxsa 3-ə? 3-ə 30. 6-ya ixtisar aparaq. Burada olacaq A vurulsun. 6-ya ixtisar aparanda burada 15 qalacaq. Burada 4 qalacaq. Bax, fikir verin, daha ixtisar gelmir. Deməli, bizim A-mız elə bir ədəd olmalıdır ki, onu 15-də 4-ə vuranda natural olsun. Natural. Natural olması üçün sənin kəsrin olmamalıdır. Kəsrin ləğv olmalıdır. Kəsrin ləğv olması üçün A ilə 15 ixtisar getməlidir. A onda ən kiçik nə olmalıdır? Ən kiçik 15 olmalıdır. A-nın qiyməti A bərabərdir. 15 olanda, cavab 15 olanda 15 ilə 15, baxın buradakı 15 ilə ixtisar gedib cavabımız 4 olur. Yəni necə? A-nı yenə 15 qoymalıyıq ki, ən kiçik 15 ilə həmin 15 ixtisar getsin, tam ədəd alınsın, natural ədəd alınsın. Cavab 15. Növbəti sual da maraqlı bir sualdır. Natural ədədlər çoxluğu z tam ədədlər çoxluğu olarsa, deməli n natural ədədlər çoxluğu z tam ədədlər çoxluğudur. Düzdürmü? Baxın. Tam ədədlər hansılardır? -1, 0, 1 və s. Bir də mənfilərdə və s. Bəs natural ədədlər hansılar? Natural ədədlər baxın 1-dən o tərəfə, 1-dən müsbət ədədlər. Biz 1-dən müsbət sonsuza doğru tam ədədlər deyək. Bəs 0 ədədi hansı olar? 0 ədədi o olar ki, bütün ədədlərdən, tam ədədlərdən, yəni z-dən çıxaram nəyi? Natural ədədləri. Çünki 0 özü də tam ədəddir. Natural ədədləri, baxın bunları 1, müsbət sonsuzluq hamısını çıxsam, naturalları çıxsam, mənə verəcək tam ədədlərdən hamısından nəyi çıxsam?
natural ədədləri çıxsam, mənə sıfırı verir, sıfırın daxil olduğu çoxluğu verəcək. Deyir, sıfır hansına daxildir? Tam ədədlər natural ədəd çıxanda həmin o çoxluqda sıfır var. Vəssalam. Yəni cavabımız olacaq A variantı. Burada qeyd edəcəyiz A variantı. Sonra belə bir sual var. Bu sualda da həll yazmışlar. Həll yazmıyor uşaqlar. Variantları yazın. Ədədlərin sayını soruşur. Məsələn 5 dənə ədəd tapmısınız, buraya yazın 5. 5 qoyun. İndi baxırıq. Bizə deyir ki, modul x böyükdür 2-dən bərabərsizliyin həlli olmayan deyirsə, bunun tərsinəsini hesablayın da. Yəni necə? Modul x-in, baxın, modul x-in böyükdür 2 yox, kiçikdir 2. Amma bir halda var da kiçik bərabər də ola bilər. Kiçik bərabərdir 2 halını hesablayın deyir. Bir də deyirəm, modul x böyükdür 2 bərabərsizliyin həlli olmaması üçün, olmayan deyir axı. Modul x kiçikdir bərabərdir 2-ni hesablamaq tələb olunur. Bunun tərsinəsi. Bir də bərabərli halı. Onda bu tənliyi necə hesablayırsan? Bir də -2 qoyursan, kiçik bərabərdir x, bir də kiçik bərabərdir müsbət 2 qoyursan. Uşaqlara belə öyrədirəm. Və burada da hansı ədədlər var? Bax, bu bərabər, 2 qat bərabərsizliyi hansı tam ədədlər var? Deyir ki, olmayan tam ədədlərin sayını tap. Hansı tam ədədlər ödəyir bunu? -2 daxildir axı. Deməli, -2 var, -1 var, 0 var, 1 var, 2 də daxildir. 2 də var. Neçə ədəd oldu? 1, 2, 3, 4, 5 dənə ədəd oldu. Cavabımız 5 olmuş olacaq. Hələlik bu qədər dostlar. Diqqətinizə görə minnətdaram. Bir də xatırladım ki, kanala abunə olun. Kanala dəstək olmaq üçün rəy bildirməyi də unutmayın. Digər videolarda inşallah görüşərik.